İstilik enerjisi haqqında qanunun qəbul edilməsi mühüm irəliləyiş olacaq. Qanunu dəstəkləyirəm. Axır ki, istilik sistemində olan xaosun və effeksiz idarəçiliyin aradan qaldırılması üçün imkan yaranır. Kaş ki, bu qanun 15 il öncə qəbul ediləydi. 2021-ci ilin oktyabr ayında etdiyim çıxışda bu məsələlərə hatırə toxunmuşdum. Qanunda artıq tikilmiş və fərqli kombi sistemləri ilə qızdırılan yüzlərlə binalarla bağlı nəzərə alınmayan məqamlar var. O binalarda mərkəzi istilik sistemi yoxdur. Nəticədə təbii qaz sərfiyyatı və kombi sistemlərindən ətraf mühitə atılan tullantılar da kifayət qədərdir. Bəzən binaların yanından keçən zaman tullantı qazları nəfəs kəsir. Ona görə də mövcud binalarda da mərkəzi istilik sisteminin qurulması üçün imkanların araşdırılması və mümkün yerlərdə həyata keçirilməsi təşkil olunarsa yaxşı olardı. Vətəndaşların da aylıq xərcləri çox böyükdür. 2 otaqlı mənzilə 60-70 manat kombi üçün qaz pulu ödənilir. Bu xeyli böyük rəqəmdir. Bu günə qədər tikilən və mərkəzi istilik sistemi olmayan binalarda sistem qurulması mümkündürmü? Bu barədə məlumatın verilməsini və nələr edə biləcəyimizi eşitmək istərdim. Bu müddəanı qanuna əlavə edə bilərikmi? Təşəkkür edirəm, xanım sədr.